أوصيكم ونفسي بتقوى الله يا عباد الله. السلام عليكم جميعا ورحمة الله وبركاته. Özümü və siz əziz, dəyərli, inanclı bacı qardaşlarımı mübarək cümə günündə ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah təbarək və təala bu cüməmizi mübarək qərar versin, aqibətimizi xeyirli qərar versin, dünyadan köçənlərimizin ruhu şad olsun, İmam Zaman Əccəlallah Təala Fərəcəhu Şərifin zuhuru təcil olsun, Muhammed və Ali Muhammedə salavat yad edin inşallah. Əgər insan bu dünyanı əsas hesab eləsə və bu dünya insan üçün həyatının mehvəri olsa, əsası olsa və bu dünyanı çox mühüm hesab eləsə, onun ən kiçik çətinliyini özündə çox böyük şəkildə hiss eləyəcək. Yox, əgər insan dünyanı əsas hesab eləməsə və dünyanı həqiqi mənada bir keçici, müvəqqəti qonaq evi bilsə, o müsibətlər ki, bu dünyada baş verir, onların qarşısında layiqli səbr eləyə bilər. Yox, əgər əks olsa, layiqli səbir olmaz və insan ömür payında həmişə psixoloji problemlərlə üzləşər və daimən solğunçuluq vəziyyətində olar. Və bu həyatda həmişə cileyli və həmişə bu həyatdan narazı şəkildə bu müvəqqəti ömrünü solğunçuluq vəziyyətində başa vurar. Bu dünyanın nə xoş gününə çox sevinmə, nə də yaman gününə çox kədərlənmə. Hər ikisi nədir? Müvəqqətidir. Xoş günü də, yaman günü də. İnsan gərək müvəffəqiyyətlərə nail ola. Ona görə də həyatı düzgün tanımaq lazımdır. Həyatı düzgün tanısan, müvəffəq olasan. Düzgün tanımasan, müvəffəq olmayasan. Və müəyyən bəlalardan mütəmadi şəkildə nədir? Üzləşəsən. Birinci, bu tövsiyə olunur ki, deyir, insan özündə bir hünərdən böyük şeyləri kiçik görə. Bax, bu insanın ən böyük müvəffəqiyyətidir. İnsan bu həyatda gözündə böyük hər nə varsa onu kiçildə. Bax, hər şey belədir. İnsan bir xırda şeyi həyatda gözündə çox böyütsən, heç vaxt onu aradan qaldıra bilməyəsən. Yox, əksinə, böyük şeyi gözündə xırdalaşdırsan, sən onun öhdəsindən gələsən. Həyat belədir. Həyat mübarizələrlə doludur. Görürsən, bəzi insanlarda mənfi atmosfera var. Hər bir xırda şeyi böyüdür. O cür insanlarla insan görüşdüyü zaman, təmasda olan zaman həmişə insanda solğunçuluq yaranır. Hər xırda şeyə etiraz eləyir. Hər xırda şeydən küsür. Hər xırda şeyi gözündə çox böyüdür. Bu cür insanlardan əlaqədə olmaq insanda mənfi aura yaradır. Bir nəfərdən həmişə soruşuram ki, nə cürsən? Deyir, pis döyəm. Demir, yaxşıyam. Deyir, pis döyəm. Bu adət eləyib da, deyir, pis döyəm. Da bu atmosferdadır. Həqiqətən bu cür insanlar var. İnsanlar onunla yaxınlaşdığı zaman elə həmişə dünyada məyusluğa qapılır. O insan xoş şey danışmır, həmişə bəd şeylər danışır, həmişə pis xəbər danışır, həmişə mənfi
yöndə danışır, həmişə mənfi atmosferdədir. Müsbət atmosferdə olan insanı da nədir? Məyus eləyir. Ümumiyyətlə birinci budur ki, insanda bir hünər ola, o böyük şeylər ki, o böyük bəlalar deyək də, o böyük müsibətləri insan gözündə onu hamarlayıb, kiçildə bilsə, o ən müvəffəq şəxsdir bu həyatda. Şeytanın vəsvəsəsi budur ki, şeytan insanın günahlarını insanın gözündə kiçildir. Baxın, şeytanın taktikası budur. Biz də deyirik, ilahi tərəfdən bu taktikada hərəkət eləyək də. Şeytan bu taktiki istifadə eləyir. İnsanların gözündə gördükləri günahı kiçildir, insan rahat olur, günahdan narahat deyil. Rahatlanır və səhər ondan daha betər günahı yerinə yetirməyə cürətlənir. Səbəb nə olur? Şeytan o günahı onun gözündə kiçildir. Bu tərəfdən sən böyük müsibəti gözündə kiçild, o tərəfdən bugünün yaşayışı sənin üçün rahatdır. Yoxsa dünənin qəmini ye, sabah ki, hələ gəlməyib onun qəmini çək, sən bugünü yaşayanmazsan ki. Hünər budur ki, insan gözündə, öz həyatında böyük çətinlikləri kiçildə bilsə, o ən müvəffəq insan hesab olur. Bir nəfər gəldi İmam Sadiq əleyhissalamın huzuruna, dedi, mənə tövsiyə elə. Mənə bir sifarişdir, mənə bir yol göstər. İmam Sadiq əleyhissalam ona buyurdu, və izə usibtə bi musibətin fəzkur musabəkə bi Rasulillah. Dedi, o zaman əgər sənə bir müsibət baş versə, sənə bir çətinlik baş versə, Peyğəmbərin, Rəsulallahın müsibətini yadına sal. Fə innən nas ləm yusabu bimislihi əbədən və ləm yusabu bimislihi əbədə. Deyir, heç bir insan Peyğəmbərin gördüyü müsibəti görməyib və görməz. Peyğəmbəri ki, biz itirdik, bizə müsibət baş verdi. O müsibəti heç kəs görməyib, görməz. Deyir, bununla özünü aram elə. O görürsən, şeytan o tərəfdən hiləsi qüvvəlidir. İnsan bir günah eləyəndə insana təlqin edir. Sən başımı kəsibsən, gedib cəmaatın milyonlarını mı oğurlayıbsan? Cəmaat dünyayı əlində hərləyir, minlərdən insanı qətl eləyir, milyonlarla büdcədən pul oğurlayır. Sən də məsələn, alladıbsan bir nəfəri, malını satıbsan, 5-3 qəpiyə artıq qazanıbsan. Eybi yoxdur. Allah bağışlayar. Yəni bu günahı müqayisə eləyir. Daha böyük günahdan ki, bu günahı görməkdə insana nədir? Cürət verir. Deyir, bu tərəfdən də insan əgər bir müsibətə üz verdisə, deyir, o müsibətin içində qalma. Hünər budur ki, ondan yuxarı bir müsibətdən müqayisə elə və onunla təskinlik tap, səbr elə. Biz bəzən həqiqi mənada Allah bütün yaxınlarımıza can sağlığı versin, ömürlərini bərəkətli eləsin. Amma neyniyək ki, dünyanın qayda qanunu belədir. İnsanlar bir-birindən ayrılmalıdır. Bu həyatın qayda qanunudur. Amma insan yaxınını itirdiyi zaman dəhşət narahat olur. Müsibət üz verir. Bu müsibətlərdə ondan yüksək bir müsibəti yad elə, aram ol. Hünər budur. Bəzən insan bu həyatda itkilərdən üzləşir, müsibətlərdən üzləşir. Hər nə? Bir dənə yadına sal Kərbəla şəhidlərini. Məgər sənin müsibətin, onların müsibətinlə müqayisədə müsibətdir? Yox. Sən keyfdə damaqdasan, o müsibət deyil ki. Biz Aşura günü Həzrəti Hüseynin başına gələnlər bizim başımıza gəlsəydi, bizim ailəmiz, evladımız dində qalardı. Sualdır. Görün, Həzrəti Hüseynin ailəsi, Həzrəti Zeynəb salamullah əleyha, nə cür Allaha şükür eləyir, nə cür Allahdan razıdır. O müsibətə göz yaşı tökür və Allaha da şükürdür, Allahdan razıdır. Onunla müqayisə eləyəsən, sən aramsan, rahatsan. Amma özün özünə görə dərman olasan. Biraz ağrıyır, birdən mən korona olaram.
Koronada nə qədər insanlar öldü bilirsinizmi? Huylandı, öldü. Niyə? Kiçik bir şeyi özünə böyütdü. 5 dənə maska üst-üstünə vurdu. Nə xəbərdir? 10 dənə maska vuran öldü, bir dənə maska vurmayan, bir dənə korona zamanı bir dənə maska belə vurmayan insan sağ qaldı. Niyə? İnsan özünə inanmır. Tez, aya mən xəstələnəcəm. Heç də yoxdur. İnsan müvəffəqdir o zaman ki, insan özü bir məharətdə ola ki, böyük şeyləri gözündə kiçildə. Əgər bax təcrübə eləyin həyatınızda, böyük problemlərdən üzləşdinizsə, onu özünüzdə kiçik hesab eləyin, rahat yaşayasınız. Bəzən insan görürsən, hər nədən üz çevirir, öz-özünə qapanır. Deyir, məni heç kəs danışdırmasın, heç kəsin məndə işi olmasın. İstəmir cəmiyyətə çıxa, istəyir özünə qapana. Niyə? Problemlərə tab gətirə bilmir. Nə xəbər? Dünya öz yerindədir, sabah öz qaydasında açılır, axşam öz qaydasında olur. Saat sən istədin, istəmədin, öz əqrəbini vura-vura gedir. Hara tələsirsən? Aram ol, Allahına təvəkkül elə, Rəbbini arxanda bil. Deyir, əgər ən böyük dayaq sənin Rəbbindir, Rəbbini arxanda bil və yəqinli elə ki, Rəbbin sənin arxandadır. Tamam, o sənin qədərinə bunu yazıbsa, belə olmalıdır. Yox, qədərinə bunu yazmayıbsa, məsləhət onunkudur. Amma buna barışmaq iman istəyir. Allaha inan, nəticə budur ki, sən həyatla barışasan. Həyatla insan barışmır, iman zəifdir. İkincisi budur ki, insan müvəffəqdir bu həyatda. O insan ki, o bu gününü yaşayır. Bax, bu günü yaşamaq çox mühümdür. Günü yaşamaq mühümdür. Bəzən biz günümüzü yaşamırıq ki, biz ya keçmişdəki problemlərdən özümüzü bugün yoruruq. Ya da bugün yaşaya-yaşaya gələcək planlar bizi üzüb dağıdır. Proyekt, sertiyoj, ticari, biznes, gəlir, nə qədər qazanacam, nə qədər itirə bilərəm. Bugün zorlanır beyin, sabah üçün. Əleyhissalam deyir ki, nə dünən, nə sabah, sən yaşayışın bugündür. Sən bu gününü düz yaşasan və bunu da hər gün özündə təlqin eləsən ki, həqiqət də budur ki, sənin günün elə bu gündür. Sabah üçün lazımdır, proyekt lazımdır. Amma o proyektin üzərində məhv olmaq lazım deyil. Çünki o günün heç gələcəyində sən olub-olmamağı sual altındadır. Sən keçən günün pis olub, sən o pis günləri, yaman günləri yaşı arxada qoyubsan və zamanında da o çətinliyi görübsən. Tamam, bu gedib. İndi sən gəlibsən bu günə. Bu gündə kəbəddə insanlara Allah çətinlikdə yaradır. Bu günün də müəyyən çətinlikləri var. Amma sən keçən günün çətinliyini bu günə yükləyəsən, sən yaşayanmazsan. Və yaxud hələ sabah gəlməyib, sabahın çətinliyini də bu günə, həm keçən günün çətinliyini, həm sabahın çətinliyini bu günə yükləsən, sən bu gün yaşaya bilməzsən. Keçmiş gerdə qalıb, sabaha ümid yoxdur. Sənin ömrün əsas hissəsi elə bu gündür. Həzrət Əlinin bir gözəl hədisi var, buyurur: "Əv la tərə ennəd-dünya saatun beynə saatayn." Deyir, bilmirsənmi ki, dünya 2 saat arasında yerləşən 1 saatdır. Dünyayı 1 saata bənzədir ki, bu saat 2 saatın arasındadır. Sonra buyurur: "Saatin mavad və saatin bəqitə və saatin əntə fihə." Deyir, 1 saat keçmişdə qalıb. 1 saat gələcəkdə gələcək. 1 saatda o saat ki, sən hal-hazırda o saatın içərisində yaşayırsan. Yəni 3 dənə saat var. 1 saat gerdə qalıb, 1 saat gələcəkdədir, 1 saatda hal-hazırda sən yaşayırsan. İmam Sadiq əleyhissalam buyurur ki, bu dünyada
səbirli olun, səbrə üstünlük verin. Bu dünya bir saatdan əlavə deyil. Yəni, həmən o saatı burada gətirir İmam Sadiq əleyhissalam. Deyib, bu dünya bir saatdan əlavə deyil. O ki, o keçən saat ki keçib, onun dərdi, qəmi və xoşbəxtliyi, xoş günləri, həm pisi, həm yaxşısı arxada qalıb. Sənin üçün bu gün heç bir məna kəsb eləmir. Sabah üçün də deyir, bilinmir vəziyyət nə olacaq. Sənin əsli dünyan bu saatdır. Bu saatını düz yaşa. Biz bəzən dünyanı düz başa düşmürük. Ona görə özümüzə çətin eləyirik hər bir şeyi. Büyün var, əlhəmdülillah. Büyünün ruzisi var. Hər günün ruzisini Allah Taala təzə-təzə hər gün verir. Sən elə mi düşünürsən, sən 10 illik proyekt çəkirsən, sənin proyektin nəticəsi? Yox, o milyonlar belə proyektlər xarab olur. Allah Taala Quran-ı Kərimdə nə buyurur? Deyir ki, biz ruzilər yetirərik elə yerlərdən ki, sizin ağlınıza gəlməz. Yəni, sizin ağlınıza gəlmədiyi yerlərdən biz sizə ruzi yetirərik. Sən burada ruzi, burada gələcəksən, Allah oradan verir. Nə dərd, nə qəm? İnsan bu qədər təlaş nəyə lazım? O, batırdım, iflas oldu da. Həyatdır, birdən insan qazanır, qazananda yaxşıdır. Birdən də belə olur da, insan görürsən, iflas olur. O qədər dərd, qəm, yüklə, sən dünən batırıbsan, hələ bugün sən onun dərdini çəkirsən. Bugün düz yaşa, Allaha təvəkkül elə, sabah Allah Təala özü yetirəcək. Allah Təala bizə vəd eləyib. Hər bir dərd gerdə qalır və gələcək dərdə də heç ümid yoxdur. Sən keçmişin üçün çox narahat olma, çünki keçmişdə hər nə olub, arxada qalıb. Sabahın üçün də çox narahat olma ki, sən sabaha heç bilmirsən, sağsan ya sağ deyilsən. Sən bu günün üçün çalış, bu günün üçün təvəkkül elə və bu gününün ümidinlə gününü başa vur. Bu həqiqətdir. Əgər istəyirsən bu gününü düz yaşasan və müvəffəq olasan, bu günün özü üçün, hər günün özü üçün təzə-təzə. Hədisdə deyir, hər günün özünü təzə-təzə yaşa. İnsan müvəffəqdir o zaman ki, bir, böyük şeylər gözündə kiçildə rahat yaşayacaq. İki, dünəni və sabahının problemini bu gününə yükləməyəcək. İnsan rahat yaşayacaq. Bugün evin var, başına su dammır, qırşanın altındasan, rahatsan. Görürsən, insan bəzi vaxt niyə məyus olur? Bilirsiniz bu həyatda? İnsan həmişə müqayisəcə özünü yuxarılarla müqayisə edir. Sən yuxarıdan müqayisə eləmə də özünü. Özünü xarab edirsən. Oliqarxlarla hara müqayisə edirsən özünü? Sən öz həddində. Öz həddində. Həmişə özündən aşağıya bax ki, sən şükürün artsın. Özündən aşağıya. Bəzən görürsən, insan bu həyatda gedirsən bir evlərə, ev dağındır. Geri qayda desin, əlhəmdülillah, əlhəmdülillah. İlahi, qələt elədim ha. Naşükürlük eləmişdim ki, boyum yox, oyum yox. Hər şeyim var imiş bundan müqayisə. Bu çöldə yaşayır bu. Amma məsələn birdən gedirsən oliqarxların evinə. Həsrət aparır gedir. Gələndə uf, bu gün oldu zəhər. Nə xəbərdir? O həyat qurub, özü üçün qurub. Allah xeyir versin. Deyir, qibtə elə. Hədis deyir, heç vaxt həsadət eləmə. Qibtə elə. Həsadət eləsən, özünü xarab edirsən. Həsadət nədir bilirsən? Onda niyə var? Niyə bu qədər imarat düzəldib? Niyə bu qədər pulu var? Niyə bu qədər varı var? Ki, sənə nə? Ruziyi verib, Allah cəhd edib, çalışıb, Allah da ruzisini verib də. Bəzən də həsadət o qədər güclüdür ki, deyir ki, Allah ondan al, vermə, mən də istəmirəm, heç mənə vermə. Amma onda da olmaz. Bu paxıllığın bizi pik həddidir. Amma qibtə nədir? Qibtə deyir, əlhəmdülillah, nə gözəl düzəldi, maşallah. İlahi bizə də nəsib elə, nə olar? Tamam, bu qibtədir, bu pis deyil, bu qəşəng şeydir. Amma həsadət insanı öldürür da. İnsanı öldürür, gününü zəhər eləyir. İnsan özünü yorur, heç nahaq şeylərdən. Bir dənə Arif var idi, qədimdə İbrahim Ədhəm adında. Bu Arif əvvəli kim olub? İbrahim Ədhəm
çox pullu, oliqarx bir adam olub. Bu hardan hara gəldi? Hər gecə evində yeyib içmək, rəqqaslar. Hər gecə eyş-unuş cəmaatı başına toplayırdı. Cəmaatda nə lazımdır? Yeyib içmək harda var? İnsanlar orada var. Süfrəyə açırdı, cəmaat yığılırdı. Ani ləzzət alırdı. Cəmaat dağılandan sonra buna bir hüzün gəlirdi. Çox məyus olurdu. Hamı dağılandan sonra deyirdi, bu ləzzət aradan getdi, mən gənə hüzünləndim. Kabab yeyirdi, ləzzət alırdı, bir miqdar sonra soğulurdu. Rəqqaslar oynayırdı, bunlar gedəndən sonra soğulurdu. Qonum-qonşu gəlirdi, qonaqlar gəlirdi, süfrə açırdılar, yeyirdilər, içirdilər. Bunlar gedəndən sonra bu soğulurdu. Bu buna dərman eləyə bilmirdi. Onlar görürdü müvəqqətidir. Bu gəldi, bu yox oldu. Bu getdi, bu gəldi. Və bir gün səhər idi, İbrahim Ədhəm qalxmışdı yuxudan. Eyvana çıxmışdı. Gördü ki, bir dənə qoca bir kişidir, belində bir şələ odun gəlir. Bu cür balkona dirsəklənir, kişiyə baxır. Düz kişi Allahdan bunun evinin düz küçəsinin qabağında şələsini yerə qoyur, oturur. İbrahim Ədhəmin buna baxdığında görmür, müşahidə eləmir. Deyir, ilahi sənə şükür olsun, öz-özünə danışır, bu da baxır. Deyir, ilahi sənə şükür olsun, bu günümü ləzzətli gəlirəm. Sabah qüvvə verdin, yaxşı haldan getdim meşədə, odun qırdım. Öz-özünə danışır. Şükür olsun, qüvvəm yerində, qüdrətim yerində. İndi biraz yoruldum, bu da təbii qanundur, insan yorular. Deyir, biraz otdu, biraz zikir zat dedi, bu da baxır. Deyir, sonra gördüm ki, bu deyir, Allahım, mən acıdım, sən özün buyurubsan ki, halaldan hər nə yesən, o sənə ləzzətli olar. İndi bir quru çörəyim var, ləzzəti ver, bunu yiyim. Çunkasından bir dənə bir quru çörək çıxartdı. Deyir, vallahi bunu elə ləzzətdən yedi ki, mən ömrümdə, sarayımda o qədər kabab yemişdim, o qədər ləzzətdən onu yeməmişdim. Yiyəndən sonra dedi, əlhəmdülillah, ilahi şükür olsun, çox ləzzətli yedim və doydum. İndi sənin ən böyük nemətlərindən biri yuxudur. Yuxuyu mənə nəsib elə bir 5 dəqiqədə yatım, qalxım yoluma davam edir. Elə başını qoydu sumkasına, 5 dəqiqə belə dərin yatdı, dedi, mən də baxırım. Qalxdı, dedi, əlhəmdülillah, ilahi sənə şükür olsun, ruzimi verdin, canım sağ, qəşək yeməyimi də verdin, yuxuyu da gətdin, ruzimi də ver, odunu satım, evimə qaydım. Qəşək belinə şəliyi vurdu, yoluna düşdü, mən də özümü döyürəm. İbrahim, sən niyə ölmürsən? Sən bu qədər sarayın, bu qədər malın, mülkün, sən bu kişi qədər ləzzət ala bilmədin. Gedir bunun dalından bunu tutur. Sən kimsən, nə işdən? Bəlkə əl çək, mən bir kasıb birisiyəm, bilirəm kasıbsan, bu ləzzət hardadır səndə? Bu ləzzət heç dədə, mən Allaha inamım var, inamımda hər nə quru bir şey deyirsəm, ona ləzzət alıram. Elə hər nəyini boşlayır, indi bu dəli, buna cəmaat dedilər, bizim cəmaat elərsə, buna ağlı azaldı da, bunun hər şey boşladı, dedi, mən səninlə gedirəm, əlimdən tut məni apar. Bu sarayda mən zülüm çəkirəm, əlimdən tut məni apar. Bunun əlindən tuturlar, bunu aparlar, bunun dastanları çoxdur. Hər nədə bir hikmət görürdü, ağlayırdı. Bu kim idi? İbrahim Ədhəm. Yaşayışını bu cür qurmuşdu. İndi hər adamın yaşayışı öz razmeri miqdarındadır. Allah Taala hər kəsin ruzisini bərəkətli eləsin. Allah hər kəsin ömrünü bərəkətli eləsin. Allah hər kəsin canını sağ eləsin, imanını kamil eləsin. Allah Taala dünyamızı rahat yaşamaqda bizə lütf bəxş eləsin. İmam Zaman əleyhissalamın zuhuru təzil olsun. Muhammed və ali Muhammedə salavat yad eləyin. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Allahus samad. Lam yalid və lam yulad və lam yakun lahu kufuvan ahad.